Şanay xanım məni evdə zorla saxlayırdı. Bəli, şiddətli olubdu, pol ağacından döyübdü. Anasını döyüb qaçıbmış. Qazandığım bütün pulları Şanay xanıma xərcləmişəm. Canlı yayımda tanış olmuşdum Şanayla. Bir gün içində o elə bir masaldan gəldi Gəncəyə. O gələrkən mən telefonumu satdım, o gələrkən telefonumu satmışam. Masaldan Gəncəyə sənə görə gəlmişdi. Dediyinə görə bəli, mənə görə gəlibmiş. Sonra onun anası verişə çıxaraq bildirdi ki, qızım evdən qaçıbdı. Anasını döyüb qaçıbmış. Sonra da oradan bildilər ki, qız mənim yanımdadır efirdən. Sonra mənə zəng elədilər. Dedilər ki, sən ana ilə balanı arırsan. Mən də dedim, elə bir şey yoxdur. Şanay xanımın özlərindilər, Şanay xanım mənim yanıma gəlibdi. Bəli, ondan sonra isə hisslər. Orada qalandan sonra verişdən zəng elədilər ki, Şanay xanımın anası Şanay xanım üçün darıxıb götürəcəm Masallıya. Getdik, elə bir Masallıda qaldıq. Masallıda qalandan sonra yenə qayıtdıq Gəncədə qaldıq. Anası bizi yola vermirdi deyə. Dalaşırdı da, belə də. Dalaşandan sonra biz yenə qayıtdıq Gəncə şəhərində ev tutduq. Sonra isə Gəncədən evdən çıxası olduq biz. Deməli, Şanay bildim, Şanay qonşularla yola getmədiyi üçün deməli, qonşuları bunları döyərək, şikayət edərək bunları Masallı şəhərindən qovdu. Biz Masallıdan qovlandan sonra onun anası Masallıdan maşın tutaraq çıxdıq Masallıdan, gəldik elə bil Spes kanalına. Aslında olan Şanay xanım məni evdə zorla saxlayırdı və döyürdü. Bəli, bəli, saxlayıbdı və döyürdü. Bəli, şiddətli olubdu, pol ağacından döyübdü. TikTok sosial şəbəkəsindən gələn pulların hamısını Şanay xanım sizə bildirib ki, mənə gəlməyib. O pulların hamısı Şanay xanıma xərcləmişəm, qəpiyinə qədər. Nə olub, kartıma nə gəlib, hamısı Şanay xanıma xərclənibdi. Oradan 1 manat özümə pul götürməmişəm mən. Şanay Bakıdan qaçıb gedib Gəncəyə. Gəncədə avtobus ondan soruşublar, sən buraya, Gəncəyə nəyə gəlsən deyib Mirağanın babasının nənəsinin yanına. Mən məcbur olmuşam öz yaşlı valideynlərimə görə. Şanay yığmışam, demişəm qayıt Bakıya. Kartına pulda vurmuşam, qayıtmasını gözləmişəm. Şanay Gəncədən gedib Bərdiyə. Onun da Bərdiyə çatıb Samirlə video canlı yayım açmalarının bütün kayıtları məndə var. Hamısı məndə var. Oradan nə edib, necə eləyib. Samir deyir onu 50 qəpik moykadan tapıb, xeyr. Şanay da Gəncədə onda moykada qalıb, 50 qəpik restoranda qalıb. Moyka olmayıb. Bir dəfə Şanaya zəng olunub, ikinci dəfə də Şanaya zəng olunub, Mirağa ilə bağlı Şenay Mirağa səhifəsi var. 5 gün bundan öncə açılan Şenay açdı. Oradakı Mirağanın videoları silinmək üçün. O zəng də mənim nəzarətimdən olunub, ona zəng edən adamlar da mənim xahişimlə eləyib.